Bizimlə canlı bağlantıda olan əməkdaşımız Qasım Xulufluya bağlanırıq. Salam Qasım, hər vaxtınız xeyir olsun. Buyurun, söz sizdədir. Salam Murad, hər vaxtınız xeyir. Bəli, sizin də qeyd etdiyiniz kimi bugündən etibarən Bakıda 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb və qeyd edim ki, sərgini Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə başlayıb və oktyabrın 7-sinə qədər Bakı Ekspo Mərkəzdə keçiriləcək. Burada dünyanın 23 ölkəsindən 68 təşkilat və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edir. Onu da qeyd edim ki, burada kitab sevərlər dünyanın müxtəlif ölkələrinə, ədəbiyyatlarına aid kitablarla tanış ola bilərlər. Eyni zamanda sevdikləri yazıçılar və şairlərlə burada tanış ola bilərlər, onların imzalı kitablarını ala bilərlər. Qeyd edim ki, burada kiçik yaşlı kitab sevərlər üçün də deməli yerlər nəzərdə tutulub ki, orada uşaqlar həm sevdikləri kitabları ala bilərlər, eyni zamanda müəyyən oyunlar oynaya bilərlər. Onu qeyd edim ki, sərgi günümüzün aktual çağırışlarına uyğun olaraq Texno-İnsan, dünənin əfsanəsi, bugünün hadisəsi mövzusu əsasında keçirilir və burada qeyd edim ki, fəxri qonaq statusunda Qətər dövləti iştirak edir. Burada Qətər dövlətinin mədəni və ədəbi şəxslərindən ibarət nümayəndə heyəti var və Qətərin mədəniyyət incilərini təmsil etmək üçün onlara sərgi ərazisində ekspozisiya təşkil edilib və burada Azərbaycanlılar və tədbirə qoşulan digər iştirakçılar Qətər dövlətinin mədəni irsi ilə daha yaxından tanış ola bilərlər. Onu da qeyd edim ki, bu sərgidə bütün yaş qruplarından olan şəxslər üçün kitablar nəzərdə tutulub. Eyni zamanda bədii və elmi əsərlərlə yanaşı uşaqların abituriyent hazırlığı üçün istifadə etdikləri dərs vəsaitləri də bu sərgidə yayımlanır və sərgidə satılan kitablar digər mağazalardan qiymətində bir qədər fərq var. Burada təxmini onu deyə bilərəm ki, müşahidələrim əsasında bəzi kitablarda 30 və 50%-ə qədər endirimlər edilir. Onu da qeyd edim ki, sərgiyə vətəndaşların, kitabsevərlərin rahat şəkildə gəlməsini təmin etmək məqsədi ilə Elmlər Akademiyası, Koroğlu və 28 may metro stansiyalarının qarşısından xüsusi avtobuslar ayrılıb. Kitabsevərlər həmin avtobuslara əyləşərək Bakı Ekspo Mərkəzə gələ bilərlər və burada istədikləri kitabları ala bilərlər. Sərgi oktyabrın 7-sinə qədər səhər saat 10:00-dan axşam 20:00-a qədər fəaliyyət göstərəcək və sərgiyə giriş pulsuzdur. Bizdən bu qədər, buyurun, söz sizdədir. Təşəkkürlər Qasım, ətraflı məlumatlar üçün. Dəyərli izləyicilər, bu saata təqdim edəcəklərimiz bunlardan ibarət idi. Sağ olun, salam.